Bakıda əqli mülkiyyət və süni intellekt mövzusunda beynəlxalq konfrans işə başlayıb. Əqli Mülkiyyət Agentliyinin və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbir son illərin ən böyük icadlarından biri olan süni intellektin patent sahəsində tətbiqinə həsr olunub. Süni intellekt xüsusi bir fenomendir. Bununla bağlı bir çox məsələlər, xüsusən hüquqi və fəlsəfə məsələlər meydana gəlir. Süni intellektin inkişafını cilovlamaq mümkün deyil. Əqli mülkiyyət bu yeni texnologiyalara sipər çəkməməlidir. Bunu Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Profesor Kamran Nemanov əqli mülkiyyət və süni intellekt mövzusunda beynəlxalq konfransda dedi. Əqli mülkiyyətlə bağlı bu fenomen prinsipal olaraq fəlsəfi və hüquqi məsələləri qaldırır. Çünki süni intellekt suallar qoyur. Süni intellekt müəllif ola bilərmi? Süni intellekt ixtiraçı ola bilərmi? Süni intellekt insanla yeni bu erada yarışa girir, yoxsa insanla ayrı bir prinsiplə əl-ələ verib çalışmağa, irəli yeni nailiyyətlər əldə etməyə yollanır. Bəli, süni intellektin şərtsiz, böyük, hətta inqilabı təsiri olduğu halda ona müəyyən mənada ehtiyatla da baxırlar. Bu ehtiyatla baxmaq ilk növbədə oradan qaynaqlanır ki, süni intellekt özü-özlüyündə bir sıra problemlər qaldırır. Agentliyin sədri bildirdi ki, Azərbaycanda da süni intellektlə bağlı məsələlər diqqət mərkəzindədir. Prezident İlham Əliyevin təsdiq etdiyi 2025-2028-ci illər üçün süni intellekt strategiyası iqtisadiyyat, dövlət idarəçiliyi, təhsil, infrastruktur və sairə sahələri əhatə edir. O, normativ hüquqi bazanın təkmilləşdirilməsi, data etikası, məsuliyyət məsələlərini özündə cəmləşdirən süni intellekt haqqında qanunun qəbul edilməsini, habelə əqli mülkiyyət sahəsində qanunlarda da dəyişiklik edilməsini gündəmə gətirir. Cəbri və hesablama nəzəriyyəsinin inkişafının süni intellektin yaradılmasına təkan verdiyini söyləyən professor hesab edir ki, süni intellektin təsiri elektrikin, internetin yaranması və hətta bəşəriyyətin yazını icad etməsi ilə müqayisə oluna bilər. Kamran Nemanov məruzəsində bildirdi ki, müasir süni intellekt sistemləri riyaziyyat, kibernetika və idarə etmənin iki böyük nailiyyətinə, neyron şəbəkələrinə əsaslanır. Gələcəyin prinsipi isə insan və süni intellektin birgə fəaliyyətidir. İqtisadi baxımdan süni intellekt iqtisadi artımın hərəkət verici qüvvəsidir. Sosial münasibətlərdə süni intellekt əmək bazarını kökündən dəyişdirir. Zamanın tələbinə cavab verməyən peşələri yeni yüksək ixtisaslı iş yerləri ilə əvəz etdirir. Mədəniyyət müstəvisində süni intellekt kreativlik anlayışı köklü şəkildə dəyişdirir. Yaradıcılıq prosesində həm müəllifliyə çevrilib, memarlıq, mədəni, yaddaş, arxivlər, dizayn, musiqi, kino və sair sahələrində insan təsəvvürünü, təxəyyülünü, xəyal gücünü genişləndirir. Xəstəlikləri erkən mərhələdə aşkara çıxaran süni intellekt tətbiqlərinə patentlər verilməlidir. Bu fikri isə konferansda çıxış edən Avrasiya Patent İdarəsinin prezidenti Qriqori Ivliyev səsləndirdi. O, təmsil etdiyi qurumun Azərbaycanla bir çox layihələr reallaşdırdığını qeyd etdi və Əqli Mülkiyyət Agentliyinin fəaliyyətini yüksək qiymətləndirdi. Bütün layihələrimiz sənədlərin elektron qaydada təqdim edilməsindən tutmuş, məlumat bazaları üzrə açıq reyestrin yaradılmasına qədər ən müasir elmi texnoloji prinsiplərə əsaslanır. Bunlar onlayn sistemlərdir, 3D texnologiyalardır və bütün bunlar Azərbaycan Patent İdarəsi tərəfindən bizim idarəmiz, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və digər təşkilatlarla əməkdaşlıq çərçivəsində uğurla mənimsənilir. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Əqli Mülkiyyət və Qabaqcıl Texnologiyalar Departamentinin direktoru xanım Ulra Aktil, ümumi baxış, süni intellekt və əqli mülkiyyət siyasəti mövzusunda məruzəsində bildirdi ki, Azərbaycanda süni intellekt ekosistemi hədəf deyil, artıq reallıqdır. Fransa Patent və Əmtəə Nişan İdarəsinin nümayəndəsi Damian Filippi tədbirə onlayn qatıldı. Bu tədbir möhtəşəmdir. Müsbət mənada çox təəccübləndim ki, Azərbaycanda süni intellektin yaratdığı yeni trendlərə, əqli mülkiyyətin qorunması istiqamətində süni intellektli imkanlarına və qarşılaşdığımız çağırışlara bu qədər böyük maraq var.
Korean experiences with Azerbaijan colleagues. который называется Əqli Mülkiyyət Agentliyinin idarə heyətinin sədri Kamran İmanov konfransa 2003-cü ildən əqli mülkiyyətin xüsusi növü kimi qorunan Azərbaycan folklorundan bir nümunəli yekun vurdu. Süni intellektlə münasibətdə iradəmizin sahibi, vicdanımızın qulu olmalıyıq. Beynəlxalq konfrans sabah öz işini davam etdirəcək.